cinsi infeksiyalardan özünüzü, başqalarını qoruyun deyirik. Amma ola bilər ki, bir insanın o qədər də vaxtı yoxdur həkimə getməyə və yaxud da heç də inanmır xəstəliyin olmasına. Bax, sizə bir sadə məsləhət verəcəm, hansı ki 100% özünü doğruldur. Səhər yuxudan durdunuz, ilk sidiyi yığırsınız qaba, bir şəffaf qaba, hansı ki gözlə görsənir. 50-60 milli yığsanız bəs eləyir. Fırladırsınız, həmən o sidiyi baxırsınız. Əgər bunun içərisində üzən bir şeylər görürsünüzsə, normalda təmiz sidikdə heç bir şey fırlanmalı deyil. Amma bunun içərisində üzən saplar, irinli saplar, çöküntülər görəcəksiniz. Əgər görürsünüzsə, bilin ki, orada 100% hansısa bir problem var, cinsi yoluna keçmiş bir infeksiya var və bu halda artıq onun hansı olduğunu, ciddidir, çox az ciddidir, mütləq müalicə lazımdır və hər halda diaqnozu dəqiqləşdirmək üçün həkimə, dəri-zöhrəvi həkiminə müraciət edin və özünüzü və başqalarını bu problemdən qoruyun. Yox, siz çaşdırmayın, bu sudur. Mən göstərədim, birdən neysə başqa bir şeylər düşünərsiniz. Salamat qalın.